Övladlarımızın psixoloji cəhətdən sağlam böyüməsi üçün ailə modeli düzgün idarə olunmalıdır. Sosyal medyanın qurbanları sadece bugünlerin ekran bağı asıllığı bugün sadece uşaqların problemi değil. Bugün ekran asıllığının, ondan sonra telefon, sosyal medya asıllığının əsas qurbanlarından birisi de bizim evdə xanımlarımızdır. Hər bir uşaq ailənin güzgüsüdür. Orada nə varsa onu əks etdirir. Çünkü ata ve ana kimlik, bakın er-arvad kimliğiyle beraber ata-ana rolunu, kimliğini kazanarken bizim artık səhv etmememiz lazım. Uşaqların yaşlarına uyğun olmayan hərəkətlər də əlbəttə ki, burada ailədən əlavə cəmiyyətin də, ətrafın da çox böyük rolu var. Telefonu tamamen məhrum etmek, tamamen şey demek bu mümkün değil yani. Çözüm yolu tapmalıyıq Ancaq sadəcə. oyuncaq əvəzinə telefon vermək doğru deyil. Hər birinizi salamlayıram ilk öncə. Bugün biz sizinlə çox vacib bir məsələni müzakirə edəcəyik. Bugünkü qonağımız Rövşən müəllimdir. Rövşən müəllim ailə məsləhətçisidir. Çox xoş gəlmisiniz. Teşekkür ederim, çok sağ olun. Bugün Rövşən müəllimlə ailə mövzusunu müzakirə edəcəyik. Çünki əgər biz sağlam cəmiyyət istəyiriksə, sağlam övladlarımızı böyütmək istəyiriksə, əlbəttə ki, bunun özəyi ailədə qoyulur. Ona görə suallarımı Rövşən müəllimə ünvanlayacağam. Rövşən müəllim, sizcə ailə nədir? Aynur Hanım çok güzel bir sual verdiniz. Bugün aile diye tarif edildiğimiz zaman muhtelif suallarla, muhtelif cevaplarla karşılaşırız ama aile aslında kişi ve kadının bir araya gelerek ortak mekanı paylaştıkları, emosyonel yakınlıkları olan ve bununla yanaşı dünyaya evlat getiren ve onu cemiyete integrasyon eden ve ata-ana, er-arvad rollarına bürünen bir mekandır. Yani aile. Aileyi bu şekilde tarif etmek lazım. Yani aile hayatı kurarken belki kişi ve kadının aile hayatı kurarken birinci hedefi emosyonel yakınlıktır, duyguları paylaşmaktır, beraber vakit geçirmektir. Ama ikinci ümde vazifelerinden birisi dünyaya evlat getirmektir. Ama bu dünyaya evladı getirmek yeterli değil. Yani artık dünyaya evlat getirince bir ata-ana kimliğine bürünürük, rol kazanırız ve artık o evladımızı da cemiyete uygun bir model olarak, faydalı insan olarak yetiştirmek, terbiye etmek ikinci bizim mesuliyetlerimiz içerisine girir. Yani evlilik hadisesi, aile sadece er-arvadın bir araya gelmesi değil, evladın dünyaya getirilip onun cəmiyyətə inteqrasiya olunduğu yerdir. Çox üzr istəyirəm Rövşən müəllim. Baxın, bugün ailələr qurulur. Amma ailə qurularkən həmin cütlüklər ailə qurmağa hazırdırlarmı? Dünyaya övlad gətirərkən hazırdırlarmı buna? Ümumiyyətlə bilirlərmi hansı çətinliklərlə üzləşəcəklər, hansı çətinlikləri var? Bəzən çox əfsuslar olsun ki, ailə qurularkən bu nüanslara diqqət yetirilmir və sonda əziyyət çəkən əlbəttə ki, ailənin nümayəndələri olur. Eyni zamanda ən çox əziyyət çəkən uşaqlar olur bundan. Çünki əgər dünyaya bir övlad gətirmişiksə, bu övladın məsuliyyəti üzərimizdədir və bu övladı cəmiyyətə yararlı şəxsiyyət kimi böyütməliyik və çox əfsuslar olsun ki, bugün gənclər olaraq onlar bu məsuliyyətin dərinliyinə belə varmırlar. Sizcə ata-ana modeli bir ailədə necə olmalıdır? Bir de bir şey var. Yani cemiyette belki göz ardı edilen bir hadise var. Yani dünyaya uşağı getirdikten sonra ne yazık ki bugün bizim cemiyetimizde uşağı sanki ana merkezli bir hala gelip yani ataları işleyir, bayırdadılar ve uşağın bütün yükü məktəb problemi, ders problemi, bağça problemi, yani ondan sonra o məktəbdə kiminlə dalaşdıysa onun problemi hamısı qalır ananın öhdəliyinə. Aslında bu böyle olmamalıdır. Yani ata modeli de çok önemlidir ailede. Çünkü özellikle oğlan uşaqları rol model olarak ataya götürür. Kız uşaqlar için de ata çok önemlidir, rol model olarak. Sabah aile hayatı kurarken eriyle münasebetini atasıyla olan münasebete göre ayarlayır. Ona göre atanın ailedeki yeri çok önemlidir. Yani bugün atalar der ki biz çok işleyirik filan mesela eve gəlirəm yorğun, arğın oluram. Artık uşaqla oynamağa, vaxt keçirməyə vaxtım olmur. Yo, belə bir gerçəklik yoxdur. Yani o da bizim həyatımızın bir gerçəkliyidir, reallıqdır. Az da olsa uşaqlarımıza vaxt ayırmaq məcburiyyətindəyik. Çünki onlara rol model olma məcburiyyətindəyik. Bu bir önəmlidir. İkinci olaraq da mesela əvvəllər belə bir problem vardır. Məktəbdə uşaq bir problem yaşadığı zaman
atama deyəcəm deyirdi. Və ya da küçədə birisi ilə dalaşdığı zaman oğlan uşaqlara atama deyəcəm deyə atası ilə öyünürdü. Amma günümüzdə biraz bu tendensiya dəyişib. Anama deyəcəm deyirlər. Əslində bu yanlış bir şeydir yəni. Yəni ata sanki ikinci plana keçib. Belə bir ola bilməz yəni. Yəni o model yeri boşalınca, yəni atanın evdə bir liderlik şeyi var. Söz kəsərliyi var yəni. Onun yerinə bu səfər ana rol alır. Atanın rolunu ana götürür. Yeri gəldikdə uşaqlar dərs acıqlanır, yeri gəldikdə onları təqib edir. Hara getdin, hara gəldin? Əslində bunlara da edilməsi lazım. Qorxu mərkəzi ana olur bu səfər. Yəni bu səfər uşaqlar Matriarxal deyək də. bəli, yox, belə bir problem var. Ana əslində şəfqət insanıdır, sevgi qaynağıdır evdə. Bu səfər o sərtlik də işin içərisinə girəndə uşaqda ikiləmə əmələ gəlir. Yəni hansı ana, yəni sevgi və şəfqətin qəhrəmanı olan, qaynağı olan anamı, yoxsa əmr yağdıran, tələb edən, təqib edən bir anamı? Yəni atanın rolunu da ana mənimsəyincə bu səfər o şəfqətin və mərhəmətin, sevginin qaynağı olan ailə yuvasında artıq şey olur, sərt bir sistem olur və bu səfər ailənin ahəngi də pozulur yəni. Atanın o alması gereken rol model boşluğu ana doldurduğu zaman bu sefer aile mühitində ahenk pozulur. Və bu da istər-istəməz uşaqlara yansıyır və uşaqlar ailədən soyuyur və yaxud da o istənilən lazımi tərbiyəyi ala bilmir. Ona görə də bu gün cəmiyyət olaraq bir sıra problemlərlə üzləşirik. Mən həmişə deyirəm ki, deyimlərdə belə var ki, hər bir uşaq ailənin güzgüsüdür. Orada nə varsa onu əks etdirir. Ailə modeli düzgün idarə olunmalıdır ki, düzgün qurulmalıdır ki, bu bizim övladlarımıza yansımasın. Övladlarımızın psixoloji cəhətdən sağlam böyüməsi üçün ailə modeli düzgün idarə olunmalıdır. Sizcə, baxın, təcrübənizdən istərdim paylaşasınız. Bir çox ailələrlə görüşmüsünüz, bir çox ailə problemləri ilə üzləşmisiniz. Ən çox məsələn sizcə bugünün ailəsi dünənin ailəsi ilə nə ilə fərqlənirdi? Yəni bugün bu qədər problemlərin olması nə üçündür? Hardan qaynaqlanır bu qədər problemlər? Bunun bizdən asılı olmayan amma qəbul etməmiz gereken bir gerçəklik var. Yəni istər-istəməz cəmiyyətimiz kapitalist sistemlə, dövrünə keçdi yəni və ehtiyaclar artdı. Yəni 90-cı illərdən bu tərəfə gəldiyimiz zaman cəmiyyətdə ehtiyaclar artıb və bu ehtiyacları sadəcə atanın qazancı ilə təmin etmək mümkün olmur. Məcbur bu səfər ana da işləmək zorunda qalır. Və yaxud da məsələ ata məsələn normalda günlük məsələn 8 saat işləməsi lazımkən bu səfər 9 saat, 10 saat, 12 saat bəzən işləmək məcburiyyətinə qalır. Hətta şənbə, bazar da işləmək məcburiyyətinə qalır ki, ailənin ehtiyaclarını qarşılasın. Çünki ehtiyaclar artıb və bizdən asılı olmayan ehtiyaclar var. Və bu ehtiyacları qarşılamaq üçün ata çox işləyir və yaxud da ana da işləmək məcburiyyətində qalıb və istər-istəməz bu struktur pozulur. Yəni keçmiş dövrlərində məsələn bir 30 il, 40 il, 50 il keçmişə döndüyümüz zaman ata işləyirdi, bir iş rejimi vardı və ana da daha çox evdar qadındır, evdə uşaqların tərbiyəsi ilə məşğul olurdu və ata işdən yorğun, arğın da gəlsə, gəlib uşaqları ilə vaxt keçirmək üçün və yaxud da bir zaman olurdu yəni. Həftə sonları şənbə, bazar günü ailəli bir yerlərə gedirlərdi filan və bugünkü kimi sosial media, ondan sonra ehtiyaclar, tələblər də bu qədər çox deyildi yəni. Əyləncə kültürü bu qədər çox deyildi və bunlar da istər-istəməz ailələrdəki o ahəngi, yəni alışdığımız ahəngi pozdu. Yəni yəni bunu inkar etmək, qarşı çıxmaqla qəbul eləmirəm deməklə bir şey olmaz. O mövcud reallığı qəbul edib, buna görə biz şəkilləmək zorundayıq. Yeni ailə modelləri yaranıb və biz bu modellərə uyğunlaşmalıyıq. Ancaq uşaqların psixologiyasına, şəxsi psixologiyasına təsir etmədən bunu etməliyik. Çünki siz demiş, keçmişdə qalmış olsa, zaten kütlə olaraq narahat olduğumuz məktəblərdəki, bağçalardakı davranış pozuntuları dəfələrlə çıxışlarda bunu qeyd edirik. Hər dəfə də geri dönüş edəndə çıxışlarda təkrar olmasın deyənə deyirəm. Hər birini alqoritm şəklində bir-biri ilə əlaqəli olduqları üçün biz çözüm yolları tapmalıyıq ki, biz nə etməliyik ki, bunun qarşısını alaq.
keçmişlə yaşamış olsaq ki, keçmişdə belə deyildi, keçmişdə uşaqlar daha xoşbəxt idi, ailələr baxırdıq ki, nənə-babalarımız ali savadlı deyildilər, lakin həyat təcrübələri var idi. Çox da gözəl övladlar yetişdirmişlər. Bugünün valideyni ali savadlı olmasına baxmayaraq, cəmiyyət olaraq məktəblərdəki, bağçalardakı durumlar göz qarşısındadır. Davranış pozuntularıdır, qeyri-etik davranışlardır, uşaqların yaşlarına uyğun olmayan hərəkətlərdir. Əlbəttə ki, burada ailədən əlavə cəmiyyətin də, ətrafın da çox böyük rolu var. Düz buyurdunuz, sosial medianın inkişaf etməsi, informasiyaların əldə olunması çox önəmlidir. Bəs sizcə bir valideyn övladı ilə necə səmərəli vaxt keçirə bilər? Biz həmişə çıxışlarda qeyd etmişəm ki, vacib deyil ki, günümüzün bütün hissəsini zaten işlə əlaqəli valideynlər bunu çatdırmaya da bilərlər. Lakin hansısa bir məqamı övladımızla vaxt keçirməliyik. Sizcə bu necə idarə olunmalıdır? Yani hal-hazırda yeni bir terim aslında bu aile psikolojisine dahil olup aileyle keyfiyetli vakit geçirmek. Yani bu 20 yıl 30 yıl öncesinde çok aktual değildi. Çünkü ben bayağı aileyi tarif ederken çeyrek aile modelini tarif ederdim aslında. 30 yıl öncesi modelde nene baba vardı, dayı vardı, emi vardı, hala vardı, bibi vardı. Yani bu büyük bir aile mefhumu vardı ve e, uşaqlar o bir qohumla daha çox bir arada Geniş bir yaşayırdı, çevrənin geniş içində. vardı və o bir şəkildə çox şeyləri, elə bir balanslaşdırırdı. Amma günümüzdə, yəni o bina evləri və kiçik ailə, o çekirdək ailə məfhumu var. Ona görə də dəyişən dəyərlərimiz də dəyişdi. Yəni belə olanda yeni bir terim ortaya çıxdı. Uşaqla keyfiyyətli vaxt keçirmə məsələsi. İndi uşaqla keyfiyyətli vaxt keçirmək nədir? Yəni bunun bir tərifini eləmək lazım. Uşaqla keyfiyyətli vaxt nədir? Yəni 10 dəqiqə belə ola bilər, önəmli deyil. Günlük 10 dəqiqə ola bilər. Ancaq o anda siz bütün işlərinizi, beyninizdəki bütün fikirlərinizi, telefonlardan gələcək mesajları filan hamısını, elə bil ki, Kənarlaşdırır. kənarlaşdıracaqsınız. Tamamilə uşağa fokuslanacaqsınız və 10 dəqiqədə o uşaqla bərabər bir yaxınlıq, onunla bərabər oyun oynayacaqsınız, onu sevəcəksinizmi, xoş bir söz mü deyəcəksiniz və yaxud onun anlattığı bir şeyi mi dinləyəcəksiniz, amma o anda onunla bərabər olacaqsınız. Bax, bunu edə bilərsək, o zaman uşaqla keyfiyyətli vaxt keçirmiş olaraq. Bir də uşaqla keyfiyyətli vaxt keçirərkən, burada qeyd eləmişəm amma mütləq bunları diqqətlə şey eləmək lazım. Uşağı mərkəzə qoyacağıq, 1. İkincisi, sıxılmayacaq və bunu edəyən vaxtı. 3. Tənqid etməyəcək uşağı. Yəni bir oyun oynayır, ya bunu belə et deməyəcək. Oyunun qurucusu o olacaq. Üçüncü, müdaxilə eləməyəcək. O oyunu necə istəyirsə o şəkildə oynasın. Onu düzəltməyə çalışmayacaq. Vaxt keçirərkən, yəni bunlara diqqət etmək lazım. Yəni uşağın əslində oyun oynayırıq məsələn. Yaşımız çox ola bilir yəni. Mən 3 yaş uşaq atasıyam. Balaca qızımla mənim aramda yaş fərqi çoxdur. Amma mən atayam. Yaş fərqi olması önəmli deyil. Yəni onun mənimlə oynama ehtiyacı var. Yəni hər kəsdə də, yəni o psixologiyada bir şey var. Həm uşaq, həm valideyn, həm də yetkin içimizdə hamısını yaşayırıq. O anda uşaqlaşacağıq, bir problem yoxdur. Bizim də ona ehtiyacımız var. Uşaqla oyun oynayarkən oyunu onun idarə eləməsi lazım ki, onda müəyyən qabiliyyətlər inkişaf eləsin. Biz onun da uşaqlaşacağıq və onun kimi oynamağa çalışacağıq ki, uşaq da o hadisədən sevinsin. Bugün Aynur xanım, ən böyük problemlərdən birisi uşaq ata-ana oyun oynayır bəzən və yaxud da onu oynatmağa çalışır. Uşaq sevinir, xoşbəxtdir oyun oynamaqdan. Valideynlər Valideyn xoşbəxt amma deyil. sevinmir. Uşaq da bunu anlayır yəni. O da yəni balaca olsa da yaşı balaca. İnsan psixologiyasını az çox anlayır yəni. Baxır görür ki, atam, anam şad deyil. Üzü gülmür, sevinmir yəni. Bu uşaqla o zaman uşaq anlayır ki, bu atam mənlə və ya anam mənimlə vaxt keçirmir yəni. Fikri başqa yerdədir. Keyfiyyət. Bu çox ona görə keyfiyyətli vaxt deyincə, yəni sıxılmadan, tənqid etmədən, müdaxilə etmədən, yəni uşaq özü oyunun qurucusu olacaq, siz də o oyunun bir parçası olacaqsınız. Gizlənpaç oynaya ola bilər, fərqli-fərqli oyunlar ola bilər, fərq eləmir.
ancaq oyunun bir parçası olması lazım. Bugün Şəməl belə bir yanaşma var. Valideynlər düşünür ki, uşaqlarını əyləncə mərkəzlərinə aparırlarsa, hansısa bir xarici dövlətə gəzməyə aparırlarsa, bu xoşbəxt uşaq deməkdir. Amma xoşbəxt uşaq məfhumunun altında çox gizli məqamlar var. Bəzən valideynlərə bildiririk ki, məsələn, əyləncə mərkəzinə gedərkən siz övladınızla zaman keçirmirsiniz. Övladınız orada əylənmiş olur. Valideynin övladla keçiriləcəyi o zaman o qədər önəmlidir ki, şəxsiyyətin formalaşmasında, özünü inamlı olmasında və ən əsas emosiyalar. Məsələn, 0-3 aralığında biz həmişə deyirik ki, uşağın eğitim almağına ehtiyac yoxdur. 0-3 aralığı hətta dünya təcrübəsi göstərir ki, 0-3 aralığında anaların hal-hazırda ortalama bir belə məsələ qoyulub ki, analar işləməsin. Nə üçün? Çünki 0-3 aralığında uşaq anaya ehtiyac duyur və 0-3 aralığında o ananın uşağı ötürdüyü o emosiyalar gələcək həyatında uşaq üçün çox önəmlidir. Və əbəs yerə deyim ki, analıq məzuniyyəti 3 ilə qədər analara təqdim olunur ki, yəni 3 il ərzində ana övladına baxmalıdır, ana övladının qayğısına baxmalıdır. Bu gün cəmiyyət olaraq sanki robotlaşmışıq və bu robotlaşmanın əsas məqamı uşaqların, anaların elə bil emosiyalarının uşaqlara ötürməməsindədir. Çünki siz düz buyurursunuz, süni intellektin, texnologiyanın bu qədər inkişaf elədiyi bir dövrdəyik və bu zaman psixologiyalar da dəyişib, uşaqların dünyaya baxışı da dəyişib, valideynlərin dünyaya baxışı. Məsələn, öz dövrümüzlə müqayisə edəndə bizim valideynlər daha çox bizi düşünmüş olurdular, övladlarına görə yaşamış olurlar. Bugünün valideyni sanki mən demirəm ki, valideynlər daim övladı üçün yaşamalıdır, çünki özünə də bir zaman ayırmalıdır. Amma övlada ayrılan zaman sanki qısalıb və o zaman qısaldıqca uşaqlardakı emosiyalar düzgün idarə olunmur və emosiyalar idarə olunmadıqca gələcəyin belə deyim cinayətkarlarını, gələcəyin müxtəlif sahədə uğur qazanmayan gənclərini qazanmış olacağıq. Bəli. Bu sizin sözünüzə qüvvət. Ona görə Yaponiyada bildiyim qədərilə analıq məzuniyyəti 5 ildir. 5 il boyunca ana işləmir. Hətta Eee, məvacib ayrılır bəli, anaya. anaya da məvacib ayrılır. Yəni bu bugünkü bayaqla söylədim ya, reallıqlarla qarşılaşmamız, qəbullanmamız lazım. Məcbur ana işləyirsə, bəzən hətta heç 1 yaşına tamamlanmadan ana işləyir. O zaman belə olduğu zaman nə etmək lazım? Bu zaman sualcı, yəni belə bir case var, reallıq var. Bu halda biz nə etməmiz lazım? Yəni ki, uşaq bizdən qopmasın, aramızda güvənli bağ dediyimiz o bağın formalaşsın, uşaqda bir aidiyyət formalaşsın. Eee, Hətta belə bir araşdırma vardı. Mən bu mövzuya hazırlaşarkən Amerikada herhâlde işləyən valideynlərin, yəni anaların özəlliklə uşaqla vaxt keçirmə nisbəti evdə xanımların uşaqla vaxt keçirməsindən daha çoxmuş. Çox maraqlıdır. Çünki orada bir şey var. Mən uşağımla vaxt keçirə bilmirəm. Günahkarlıq hissi ilə özünü günahkar hiss edərək uşağına daha diqqətli yanaşırlar. Onu fokuslanır, ona daha çox sevgi, qayğı göstərir ki, mən gün Düşünür ki, ərzində vaxt işləmişəm. çatmır. Bəli, vaxtı az ayırır. Amma bu səfər nə problemimiz var? Bayaqla söylədik, sosial media falan dedik. Ancaq sosial medianın qurbanları sadəcə bu günlərin ekran bağı asılılığı bu gün sadəcə uşaqların problemi deyil. Bugün ekran asıllığının, ondan sonra sosial media asıllığının əsas qurbanlarından birisi də bizim evdə xanımlarımızdır. Bəli. Yəni çox təəssüf ki, yəni bu bir animasiya şəklində çəkilmişdi, amma çox mənə təsir eləmişdi. Düşünün, atanın əlində telefon var, ananın əlində telefon var. Uşaq anası ilə oynamaq üçün 3-4 yaşında bir uşaqdır. Anası ilə oynamaq üçün gəlib onun üzərinə çıxır. Ana telefondan qopa bilmir, asılılıq var. Bu səfər uşaq qaçır atasından oynamaq üçün. Ata da yenə telefondan asılılığı var, qopa bilmir. Ən son ata-ana bir dənə də planşet alıb uşağın əlinə verirlər və üçü də artıq bir şeydir. Yəni təəssüf ki, elə bir dövrdə yaşadıq ki, yəni bir evdə yaşayan insanlar, məsələn, ər xanımından çay istəyəndə WhatsApp-da mesaj yazır. Yəni belə bir vəziyyətdə yaşayırıq cəmiyyətimizdə. Yəni baxın, bunlara bir dur demək lazımdır. Yəni bunu tamamən telefonundan asılılığı bir tərəfə atmaq mümkün deyil. Məsələn, bizdə də yavaş-yavaş bu inteqrasiya olacaq. Hal-hazırda telefonun ən çox istifadə edildiyi ölkə bildiyim qədərilə Cənubi Koreyadır. 96% əhalinin ağıllı Telefon telefonu asılı. var. 4%-in
normal telefonu var. O da yaşlı nesildir belki olabilsin. Ama 96%, 6 yaşdan 90 yaş arasında insanların təxminən 96%i telefonu var, Acaba. smartfonu var yani. Ve hal-hazırda dünyada herhalde bu smartfon, telefondan asılılığı ile mübarizə edərək ilk şeyleri orada görürük, yani tecrübeleri. Ve bu meselede de uşaqla vakit geçirirken, bayaqdan onu söyledim, rahatlık olsun diye telefonu eline verdik. Halbuki o telefonla, bakın telefonu tamamen məhrum etmek, tamamen şey demek bu mümkün değil yani. Çözüm yolu Ancak tapmalıyıq ancak sadəcə. oyuncak əvəzinə telefon vermek doğru değil. Bəli. Sonda nə demək istərsiniz Rövşən müəllim? Baxın, yeni ailə quranlara əsasən ki, ailəni necə qorusunlar? Yəni hansı problemlərlə dizləşdikdə nə etməlidirlər çözüm yolu? Son fikir olaraq nə bildirmək istəyirsiniz? Öncelikle yeni kurulan aileler için ben bu tavsiyem odur ki yani ilk 2 ilde çok yerde bunu söylüyorum belki insanlar tarafından belki sert kabul olunabilir. İlk 2 ilde birbirlerine ahenk sağlayana kadar, uyum sağlayana kadar uşak dünyaya getirmesinler. Yani bu çok önemli bir hadisedir. Çünkü öz aralarındaki anlaşmazlıklar mutlaka uşaklara yansıyacak. Bu bir. İkinci olarak bu ərəfədə mütləq günümüzdə insanlar xarici dil öyrənməyə, ondan sonra nəsə bir Təhsillərini inkişaf etdirməyə. təhsillərini inkişaf etdirmə, fərdi inkişaf adına bir sürü kurslara gedirlər. Nə olur? Yəni sizin kimi pedaqoqlardan, ixtisas sahibi olan insanlardan, yəni ata necə olmalıdır? Ana necə olmalıdır? Uşağın yaş psixologiyasına görə necə rəftar etmək lazımdır? Bu istiqamətdə en azından kiçik de olsa kurslara gitsinler. Kitap okusunlar. Təlimat lazım. Təlimatlara en azından yani kulak atsınlar. YouTube dediğimiz bugün büyük bir nimet var. Yani orada o istediğiniz kadar şey mesela bu mevzuyla alakalı malumatlar var yani. Yani buna vakit ayırmak lazım. Yani çünkü ata ve ana kimlik bakın er-arvad kimliğiyle beraber ata ana rolünü, kimliğini kazanırken bizim artık səhv etmememiz lazım. Bu çok önemli bir hadise diye. Təşəkkür eləyirəm Ben gəldiyiniz teşekkür ederim. üçün. Çox aktual mövzu idi həqiqətən. Ailə qurarkən çox diqqətli olmalıyıq. Hansı etaplardan keçəcəyik, övladımızı necə tərbiyə edəcəyik, bu çox önəmlidir. Çünki cəmiyyət olaraq bundan narahat olmalıyıq. Acı reallığımız bundan ibarətdir ki, təhsilimiz olsun deyə istədiyimiz olmayan ali təhsil alırıq. Evlənək deyə ailə həyatı qururuq. Amma əslində buna uyğun, yəni bu düşüncə ilə nə ailə həyatı qurmalıyıq, nə də təhsil almalıyıq. Çünki onda gözəl nəticələr əldə etmiş olmayacağıq. Təşəkkür edirəm Ben teşekkür gəldiyiniz üçün. ederim. Görüşmek üzere.